Mirzəfət Əli Axundov adına opera və balet teatrında böyük bir canlanma vardı. Bakılılar Respublika Pul Şey Lotereyasının uduşlarında iştirak etmək üçün buraya toplaşmışdılar. Azərbaycanda keçirilən birinci Pul Şey Lotereyası Respublika zəhmətkeşləri arasında böyük müvəffəqiyyət qazanmışdır. Lotereya biletlərinin hamısı satılmışdır. Bugün hamının bir arzusu vardı. Qiymətli bir şey udmaq. Təbrik edirəm. Sağlığınıza qismət olsun. Qazax rayonunun Çaylı kənd sakini Hacı Carçıyev 5 manata 15 min manatlıq Moskviç uddu. Pul Şey Lotereyası xalq təsərrüfatımızın inkişafına və zəhmətkeşlərin maddi rifahının daha da yaxşılaşmasına imkan yaradır.